Balaca quş Piko və işıqlı ev. Bir vaxtlar Duyğu meşəsinin kənarında balaca bir quş yaşayırdı. Onun adı Piko idi. Piko ana və atasını çox sevirdi. Hər səhər onlarla birlikdə uçur, buludların arasından keçib günəşə salam verirdi. Amma bir gecə meşədə fırtına qopdu. Əvvəlcə külək yarpaqları tərpətdi, sonra göy guruldadı, ildırım göyü parçaladı. Meşə qorxulu səslərlə doldu. Piko ana və atasının yanındaydı, amma külək get-gedə güclənirdi. Bir işıq parladı, sonra qaranlıq və Piko ailəsindən ayrı düşdü. "Ana, ata, hardasınız?" deyə çığırdı Piko, amma cavab gəlmədi. Külək onu uzaqlara apardı. Qanadı bir budağa ilişdi, ağrı hiss etdi və yerə düşdü. Fırtına keçdi, amma Piko'nun ürəyində bir boşluq qaldı. O hər səsdə ailəsinin səsini eşidirdi. Başını qaldırıb göyə baxanda, bəlkə ailəm oradadır deyə düşünürdü. Günlər keçdi, o çox ağladı. Göz yaşları yağış damcıları ilə birləşib torpağa düşürdü. Axşamlar başını qanadının altına salıb pıçıldayırdı. Kaş hər şey yenidən əvvəlki kimi olaydı. Amma səhər açılanda yenə də tək idi. Artıq gücü qalmamışdı. Bir gün Piko uzaqda bir işıq gördü. Meşənin dərinliyində, budaqların arxasında yumşaq bir parıltı. Piko asta-asta evə yaxınlaşdı. Qapının üstündə yazılmışdı: "İşıqlı ev." Qapını tısbağa tutu açdı. "Balaca quş, sən çox xəstə görsənirsən, gəl içəri." İçəri girəndə elə bil isti bir qucaq onu qarşılayırdı. Divarlarda uşaqların çəkdiyi rəsmlər, rəngli yarpaqlar, ürəklər asılmışdı. Küncdə balaca sincab Noko oturmuşdu. O, ailəsini meşə yanğınında itirmişdi. Kənarda balaca tülkü Siro sakitcə oturub pəncərədən baxırdı. Onun ailəsi insanlar meşəni kəsəndə qaçmağa məcbur qalmışdı. Bir gövşədə isə balaca siçan Mina yorğanın altında bürünmüşdü. Evini sel aparmışdı və o çox qorxmuşdu. Tutu sakit səslə dedi: "Bura gələnlərin hamısı ailəsini itirib. Amma indi onlar bir-birinin ailəsidir. Bura işıqlı evdir." İlk vaxtlar Piko günlərini sakitcə pəncərənin önündə keçirirdi. Küləyin səsini dinləyir, bəzən gözlərini yumub buludlara baxırdı. Amma işıqlı evdə sükut uzun çəkmirdi. Hər gün kimsə onun yanına gəlirdi. Bəzən tülkü Siro gülümsəyərək balaca gilə meyvə gətirirdi. Sincab Noko bir fındıq verib zarafatla deyirdi: "Bax, bu ən dadlısıdır, onu sənə saxlamışam." Mina sakitcə yorğanını paylaşırdı. Gəl biraz sən də isin." Əvvəl Piko yalnız dinləyirdi. Sonra yavaş-yavaş cavab verməyə başladı. Günlərin birində o, Siro'nun bir zarafatına gülməyə başladı. Bu, fırtına gecəsindən sonraki ilk gülüşüydü. Beləcə, yeni dostların isti münasibəti onu dəyişməyə başladı. Hər gün işıqlı evə Pişik Mimi, Ayı Toppuş və Dovşan Pambuş gəlirdi. Onlar özləri ilə oyun və gülüş gətirirdi. Pambuşun anası Zərif Kökana isə hər gün işıqlı evə gəlib buranın sakinlərinə ləzzətli yeməklər hazırlayırdı. Onun ana şəfqəti bu evdə yaşayan balaca heyvanların yaralı ürəklərini tədricən sağaldırdı. O, hər kəsin halını soruşar, bəzən sadəcə saçlarını oxşayaraq "Keçəcək balam" deyərdi. İşıqlı evdə indi sükut yox, yumşaq gülüş və isti nəfəs var idi. Və Piko nəhayət başa düşdü ki, bəzən sevgi səssiz gəlir. Bir qoxuda, bir toxunuşda, bir kasadan buxarlanan isti yeməkdən. O an Piko ürəyində bir istilik hiss etdi. Sanki içində sönmüş işıq yenidən yanmağa başladı. Fırtına gecəsində Piko ailəsini itirmişdi. Amma işıqlı evin sakinləri Noko, Mina, Siro və hər gün köməyə gələn Pambuş, Mimi, Toppuş və mehriban Zərif Kökana onun üçün yeni, sevgi dolu bir ailəyə çevrildilər.